Dünyada gelen hadiseler var. Vallahi Suriyada daha o kadar danışmışam ki. Daha nəinki, deyirəm ki, qəzetlərdə daha çox danışıram, belə məclislərdən. Eşidirsiniz də, yəni danışıram belə. Bu Azadlıq Radiosu dünən danışdım bu barədə. Düzün bilirsiniz, bu oyundur, böyük bir oyundur. Bu Suriya dayanmaq da düzgün deyil. Bu gəlir İraqdan. İraq ordusu məhv edildi, sonra Libiya ordusu məhv edildi, sonra Yəməndə dəyişdirildi, sonra Tunis dəyişdirildi, sonra Afqanistan hələ, Afqanistan çoxdan, sonra Misirdə biraz dəyişiklik baş verdi. Misirdə də biraz dəyişiklik baş verdi. Bəzi ölkələrdə bəzi fərqlənir dəyişikliklər. Sadəcə bu yanıb, Suriyada yanıb eləlik. Yanıb. Bu da, bilirsiniz, təbii ki, orada Suriya maraqlar çox idi. Ona görə, təbii ki, şər'i cəhətdən qardaşlar, orada başlamaq düzgün deyildi. Və özünüz də bilirsiniz ki, orada hadisələr necə başladı? Birinci etirazlar idi, dinc nümayişlər. Sadəcə Əsəd neynirdi? O dinc nümayişlər cəmaatı öldürürdü. O həddə çatdı ki, o da öldü ki, minlərlə adam öləndən sonra cəmaat silaha əl atdı. Aydındır. Onda bəşər bunlarla danışığı getmədi. Bunlar da arxain oldular ki, NATO gəlib vuracaq bunu. Necə ki, Libiyanı vurdu. Afqanistanı vurdu. Bunlar başladılar. Bunların da heç nə yox idi. Hələ oradan buradan silah, əvvəl bilirsiniz necə hadisələr cəryan elədi. Bunlar başladılar, NATO da gəlmədi. NATO da gəlmədi. Və qaldılar belə, aydındır, və hadisələr başladı getdikcə başqa cür forma almağa, başqa cür şəkil almağa. Və hamı yığışdı ora, hamı gəldi, başladılar dəstələr qurulmağa, əmirli və s. Və özü bilirsiniz ki, İslam adına orada neçə nəbsa cəbhə var müxalifətdə. Bir-birlərini öldürürlər. Bir-birlərini öldürürlər. Müxalifətin bir hissəsi ittiham edir ki, bəzi müxalifətdə qollar Əsəd özü qurub. Və bilirsiniz ki, demək olar ki, Qərb və çox ölkələr hamısı Əsədə qarşı idi. Lakin o vaxt ki, Əl-Qaidanın döyüşçüləri oraya yığışdılar, təkfir cəmaatı, artıq Əsədə qarşı təzyiq azaldı. Ona görə müxalifət bir hissəsi deyir ki, Əsəd olay özü gətirib. Aydındır. Yəni, bu cür qarşılıq yerə gedmək düzgün deyil, qardaşlar. Bu cür qarşılıq yerə. Amma əvvəldən isə düz deyildi. Düz deyildi başlamaq. Çünki birinci, sən əgər hakim kafirdirsə, ona qarşı çıxmaq istəyirsənsə, birinci baxmaq lazımdır qüvvəyə. İkinci baxmaq lazımdır məsləhətə. Xeyri çox olacaq, yoxsa zərəri. Üçüncü baxmaq lazımdır ki, yaxşı, sən bunu devirdin. Bunun yerinə adam var, kim dar edəcək? Bunlar ağır məsələlərdir, qardaşlar, böyük məsələlərdir. Belə deyil, hə, devirdin, qutardı, hə, qutardı, yaxşı sonra. Özə çox var, necə olur? Həmişə devrilən hakim, elə ki, hakim devrilir, bir müddətdən keçir, sonra cəmaat əvvəlki hakimi ruhuna rəhmət oxuyur. Deyir, əvvəlki zor imiş. Belə olub həmişə. Ona görə Şeyxülislam İbn Teymiyyə deyir ki, kim hakimə qarşı çıxıb, xeyrə çatmayıb. Tarix buna şahiddir. Ona görə bu səhv idi. Səhv idi o cəmaat tərəfindən, birinci əhalinin tərəfindən. İkinci də orada bu saat həcməcə idi, qardaşlar, heç bilinmir kimdir. Sadəcə dua edirik ki, Allah Subhanahu o Suriya əhalisinə kömək olsun. Allah Allah bu fitnədən, bu zülmdən qutarsın. Bax, bunu demək istəyirəm, və salam. Yəni, nəsə sualımız var bu barədə soruşun, qardaşlar. Alimlər, yəni ki, bizim alimlərimiz nə deyirlər, nə danışırlar? Bax, mötəbər alimlərimizdən, böyük alimlərimizdən, əsas böyük alimlər, hansı ki, bu məsələ barədə, belələr barədə fikirlər bildirlər, qəbul olunur. Onlar deyiblər ki, orada cihad yoxdur. Xüsusən Şeyx Fozan, Hafidullah. Necə deyirlər? Deyirlər, əhaliyə kömək eləyin. Maddi cəhətdən, dua cəhətindən. Amma qaldı ki,
Yəni canlı qüvvə ilə getmək əslində düzgün deyil. Nə üçün? Ən birinci qardaşlar, ona öz əhalisi deyir ki, bizim ehtiyacımız yoxdur canlı qüvvəyə. Həm də gedənlər özünüz görürsünüz ki, problemlər edirlər orada. Bu saat fakt budur ki, gedənlər orada problemlər eləyir. Hətta qalan orada oranın əhalisi üçün problemlər eləyir. Və gedənlər də səbəb olublar ki, Əsədə qarşı elə bir ki, sərt mövqe yumuşalıb. Məsələn, o gedənlərin səbəbinə görə. Əgər bu əhalinin öhdəsinə qalsaydı, Suriya əhalisinin özü, bəlkə də məsələ çoxdan həll olunmuşdu, Allah bilir. Ona görə nə deyirdim? Alimlər. Hə, alimlər, hə. Bax, məsələn, bir dənə Şeyx Fovzanın, Hafiz Allah'ın bir dənə fitvası. Bir qardaşlar demişəm, ərəbcədir, demişəm, tərcümə ilə onu qoyun. Bir qadındır, soruşur ki, ya Şeyx, mənim oğlum Suriyaya cihada getmək istəyir. Mən də mane oluram. Mən düz eləyirəm, yoxsa yox. Şeyx Fovzan deyir ki, sən düz eləyirsən, qoyum oraya getsin. Gedəcək oraya xavarici olub, gələcək sonra bizləri öldürmək.